biz 1500 ödəniş etmişik. Cəmi 40 dollar ödəməklə digərləri gəlir, bu adamı yandırır. Yəni düşünürəm ki, biz bir yerə uçub çatacağıq və eynən də tam bir sönük abu-hava. Amma Kubalılar kasıbdılar, amma çox əyləncə insanlardılar. Xoşbəxtdilər. Sənin yediyin ən fərqli, ən qəribə yemək hansı olub indiyə qədər? Səyahətlərdə söhbət gedir. Yəqin ki, ən qəribəsi krokodil əti olar. Evlərini açırlar. Turistlər, kim istəyir yoldan keçən gələ bilər, yəni. Hər kəsə salam. Bugünkü YouTube kanalımın ilk qonağı diş həkimi və travel bloger Nigar Qazizadədir. Nigar, xoş gəlmisən. Xoş gördük Arifə. Xeyirli olsun verilişin. Nigar, bugün sənə bir neçə sualım olacaq. Həm səyahətinlə bağlı, həm karyeranla bağlı. Hazırsansa elə birbaşa suallara başlayaq. Başlayaq. Uğurlu həkim, uğurlu iş qadını, 2 oğul anası, evli qadın, yəni bloger. Bunlar hamısını bir yerdə necə edirsən, necə bacarırsan? Əslində çətindir, səmimi etiraf edim. Amma mən özümü tanıyandan bütün enerjimi, gücümü təhsilimə və inkişafıma vermişəm və çox tez ailə qurmuşam. Universitetdə oxuya-oxuya hətta və təsəvvürünüzə gətirin ki, dövlət imtahanına uşaqla hazırlatmışam. Uşaq böyüdə-böyüdə xaricdə praktikalar, aylarla ailə, uşaq, bunların hamısı və səhərdən axşama qədər işləmək. Həddindən artıq çox yorulmuşdum və bir an hiss etdim ki, artıq 30'larda olanda hiss etdim ki, bitkinəm və enerjim bərpasına ehtiyacım var. Çünki kənardan bizim işimiz çox sadə görünə bilər, amma əslində çox ağırdır. Belə müqayisə etsəm, yəni cərrahlar bir pasiyentin üzərində işləyəndə anestezi altında işləyirlər və pasiyentə enerjini ötürmək zorunda deyirlər və yaxud da terapevtlər uzaqdan müalicə yazırlar və bu qədər yaxın deyirlər pasiyentə. Amma bizim işimiz belədir ki, biz pasiyentlə çox yaxın təmasda və enerjili olmalıyıq. Hətta hər kəsin bir stomatoloq fobiyası var, bilirsiniz ki. Qorxurlar. Bəli, ona görə biz daha onlara pozitiv saçmaqla onların o qorxularını aşmağına kömək eləməliyik. Bir yorğun, bitkin bir həkimə o pasiyent də artıq qorxub qaçar, belə deyim. Ona görə mən bu enerjimin bərpasının ən gözəl yolunu səyahətdə buldum. Düzdür, 2008-ci ildən səyahət edirəm. Amma bu uşaqlı səyahət idi. Yəni uşaqlı səyahətin özü belə yorucudur, qeyd edim. Və başladım özümün nə istədiyimə, necə bir vaxt ayırmağa başladım, belə deyim. Və tədricən səyahətlər etdikcə bunları paylaşmaq, yenidən enerji depolayıb pasiyentlərin yanına qayıtmaq, bu üsulla özünə motivasiya etdin bir növ. Eynən, bəli, motivasiya etdim. Və yəni əvvəllər səhifəm çox açıq idi və yalnız iş paylaşırdım, dişləri paylaşırdım və səyahətlərimi paylaşdıqca da bir vaxt maraq gördükcə daha çox artırmağa başladım səyahət paylaşımlarını və bir də ayıldım ki, artıq həm də səyahət blogeriyəm. Ondan sonra düzdür, diş səhifəmi ayırdım, iş səhifəmi ayırdığım üçün, yəni bunlar qatmıram. Çox maraqlı paylaşımların olur, həm travel bloger kimi, həm də ki, diş həkimliyi ilə bağlı çox maraqlıdır. Təşəkkür edirəm. Mənim əsas suallarımdan biri o idi ki, məni maraqlandıran. Necə səyahət blogeri oldun, necə Atbaya qoşuldun, ümumiyyətlə buna necə baş verdi? Bax, o mövzudan da biraz danışa bilərik əslində. Elə səyahətləri paylaşdıqca ki, həvəslənirdim. Bu əslində bir həvəsdir, bəsdir olacaqdı bəlkə də. Amma Atba sayəsində daha davamlı oldu, daha bir məsuliyyətlərim əmələ gəldi. Motivasiya oldu elə bir sənə daha çox gəzməyə. Bəli, Səyahət Blogerlər Assosiasiyasına daxil olandan sonra səhifəmi tam bir səyahət bloq şəklində aparmağa başladım və ondan sonra əlbəttə iş səhifəmi də ayırdım. Və yəni həm uşaqlara böyüdəndən sonra artıq buna vaxt ayırdığım üçün bugün üçün mənə rahatdır. Bax, yəni səyahətdə mövzu düşmüşkən mənə maraqlandıran sual, neçə ölkə gəzmisən? 34-35 ölkə gəzmişəm. Amma ümumiyyətlə mənim səyahətə yanaşmam ölkə sayımı artırmaq yönümlü deyil.
bir ölkəyə təkrar-təkrar gedirəm. Bir ölkənin fərqli şəhərlərinə gedirəm. Yəni bu ölkəni bəyənmişəmsə onun hər tərəfli gəzməyi xoşlayıram. Ona görə sayca 34-35 olsa da səyahət sayılarım çoxdur. Səyahətdə boşuna pul xərclədiyini düşündüyün bir səyahətin olubmu bir ölkəyə və yaxud? Sizə Marina Bay Sands misalını göstərə bilərəm. Singapurda möhtəşəm bir oteldir və Singapur deyəndə ağla yalnız o otel gəlir. Biz o oteldə qaldıq. Yəni bəli, o oteldə qalmağı yəni 1500 ödəmişdik. Dollarda? Manat. Hə, manat. Bir gecəsinə. Bəli, 1500 manat idi. Və təsəvvürünüzə gətirin ki, 40 dollara insanlar qalxır otelin viewpointinə, ən yuxarı nöqtəsinə və yaxud da axşamlar partidir. Yenə kənardan tiket alıb girirlər partiyə. Daha ucuz ekonom. Eyni həzə yaşaya bilirlər, ala bilirlər. Yəni 41 yerə ki biz 1500 ödəniş etmişik, cəmi 40 dollar ödəməklə digərləri gəlir, bu adamı yandırır. Yəni səncə dəyməz də, yəni sırf bir dənə o view-ya görə o qədər pul ödəməyə? Əslində, yəni view üçün 40 dollar verməyə dəyər, amma 1500 verib, bəli, oteldə qalanda yeganə üstünlüyümüz nə idi? Infinity pool var otelin yuxarısında və ora yalnız oteldə qalanlar girə bilir və biz də əlbəttə verdiyimiz pulu çıxarmaq üçün o baseyndən çıxmadıq. Nəticədə bizim Singapuru görməyə şansımız olmadı, çünki günümüzü oteldə keçirdik. Belə yəni o pulu vermədən, yəni həm partiyə gəlmək olur, həm restoranlarında əyləşmək olur, həm viewpoint-ə qalxmaq olur. Yəni nəticədə sadəcə biz baseyn üçün 1500 ödəmiş olduq. Singapurdan söhbət açılmışkən, bilirik ki, qadağalarla məşhur bir ölkədir, şəhərdir belə deyək. Necədir qadağalar? Ya sən nələrlə rastlaşdın orada? Çox təhlükəsiz ölkədir ümumiyyətlə. Amma çox maraqlı qadağaları var. Məsələn, bir turist bəxşiş verə bilməz ofisianta. Bu olmaz. Restoranlarda və s. Bəli. Siqaret çəkmək bəlirli xəttlər qoyulmuş yerlərdə yalnız icazəlidir. Məsələn, kənarda siqaret çəksəz, özdə böyük məbləğdə cərimələr var. Bəli, turistlər ən çox buraxdığı səhv. Hətta taksiyə ayağını dəydirib taksini çirkləndirmək belə ayrıca cəzası var. Təsəvvür edin ki. Belə. Orada desən saqqız çeynəmək də var. Saqqız çeynəmək, saqqızı ölkəyə gətirmək. Hətta xüsusi reseptli yalnız saqqızla. Sən saqqız gətirirsənsə, ola bilər ki, o yalnız tibbi məqsədli olsun, reseptlə göstərməlisən, o şəkildə ölkəyə buraxıla bilər, yəni. Yəni nə qədər gözəl olsa da bir qədər çətinlikləri və qadağaları olan bir ölkədir. Nigar, bu yay getdiyin Ibiza ilə bağlı sənə bəzi suallarım var. Deyirlər ki, Ibizaya bir 10.000 lazımdır adam başına, çox bahalıdır, çox çətindir getmək. Yəni bu mifdirmi, yoxsa realdırmı? Öz dilindən eşidək bunu. Ibiza əslində mifdir. Çünki mən ora sizə desəm ki, 40 dollara uçmuşam cəmi. Ibizaya 40 dollara. Bəli, Romadan yəni 40 dollara. Yəni Romaya da uçuş zaten ölkəmizdən çox da baha deyil, vaxtında biletinizi alsaz. Və bir son anda aldığım biletdən söhbət gedir. Öncədən almamışdım hətta və seçimlər də çox idi. Yəni 30 dollar, 40 dollar saatına görə seçə bilirsən. Başqa yəni ümumiyyətlə ölkə olaraq çoxmu bahalı ölkədir? Yəni biraz bizə əl çatmaz kimi gəlir ki, hər şeyi bahalıdır, biçləri, sonra klubları. Baxın, bir il öncə mən Saint-Tropezdə və belə deyim, Fransa sahillərində dincəlmişdim və Saint-Tropezdə sizə desəm ki, şezlonq qiyməti 100-110 avrodur. Ibizada isə, yəni bəli, bir günlük məsələn, və ya da bir neçə saatlıq fərqi yoxdur. Götürürsənsə artıq ödənişi edirsən də. Ibizada isə 7-20 avro arası dəyişir məkana görə. Yəni ona görə deyə bilmərəm ki, mən Ibiza bahalı sayılır. Sadəcə Ibizanı özəl edən, ora şəxsi jet təyyarələri ilə gələn imkanlı insanlardır. Məsələn, biz qalırdıq Playa d'Embosa bölgəsində. Ora aeroporta yaxındır və başımızın üstündən təyyarələr uçurdu.
çox tez-tez mən şəxsi təyyarələri görürdüm. Yəni hər bir 10 dəqiqədən bir şəxsi təyyarə belə deyim eniş edir. Və o insanlar gedib şəxsi yaxtalarında dincəlirlər. Yəni belə bahalı bir istirahət orada təşkil etmək mümkündür. Özəl adada, özəl jetlə baha ola bilər, amma daha münasib qiymətlə normal şəkildə turist kimi gəlib dincələsi olsaz, heç də yəni Fransadan çox-çox ucuzdur belə deyim. Bax, Ibiza səyahəti necə oldu? Sənin o gözləntilərini qarşıladımı, yoxsa altında mı qaldı? Bax, o mənə maraqlıdır. Ibiza əslində mənim gözləntilərimi heç qarşılamadı. Hətta biz İtaliyadan ki, Romadan uçurduq. Təyyarəyə minəndə həddindən artıq bir enerjili turistlər gördüm. Hər kəs belə fərqli stillər yaradıb. Oğlanların başında fata var. Yəni mən bunu hətta paylaşmışdım. Çox səsli küylü bir təyyarə idi. Hər kəs mahnı oxuyur təyyarədə. Təsəvvür edin, elə bil biz avtobusda gedirik. Hətta stüardessalar falan da çox şəndir. Belə hər kəs düşünürəm ki, biz wow bir yerə uçub çatacağıq və enəndə tam bir sönük ab-hava, şəhər yatır, sakin, qaranlıq, yəni heç bir kafe, restoran açıq deyil. Əgər əylənmək istəyirsənsə, sadəcə kluba gedə bilərsən. Səhərə qədər klublar işləyir. Amma bir axşam məsələn Bakıda necədir? Axşam gedib əyləşirsən, bir çay içirsən. Bəli, buradan çıxırıq ora keçirik. Bakıda hər yer qaynayır belə baxanda. Adi İstanbulun özü də yatmır da gecələr. Bəli, yatmır. Amma Ibiza yatır. Yəni saat 12 bir kafe yoxdur ki, sən gedib otur. O videolarda biz görürük də ki, canlı həyat, küçədə oxuyanlar, oynayanlar. Yoxdur, heç birisi yoxdur. Yəni mən araşdırma ilə qalmışdım Playa d'Embosa bölgəsi, hansı ki o ən məşhur Hay Ibiza'dır, Ushuaia'dır, oralara yaxın bölgədir, amma yəni sönmüşdü, yəni 4 gün biz orada olduq. Mən hər gün düşündüm ki, bu gün mən o səsli küylü Ibiza'nı tapacağam. Okey, klubları çox möhtəşəmdir. David Guetta gəlir, Black Coffee gəlir. Yəni bir çox məşhur, bəli, DJ-lərin partiləri möhtəşəm keçir, amma özü adanın sönükdür. Müqayisə etsək Taylandla, məsələn, Tayland da əyləncə və yəni gecə həyatı canlıdır da. Bəli, istəyirsən gedib bir çay içəsən, dincələsən, istəyirsən dostlarınla yəni söhbət eləmək üçün və yaxud da əylənmək üçün çöldə həyat qaynayır. Yəni məcbur deyilsən hər hansı bir məkana daxil olasan. Əsas həyat çöldə qaynayır belə deyim. Sizlə müqayisədə Ibiza'da isə xeyr, yəni tam bir sönük yatılır. Yəni. Hayallərimiz suya düşdü, belə deyək. Əgər çox səyahət edən biri olaraq, sənin ən yadda qalan səyahətin hansı olub? Ən yadda qalan məncə Kuba. Çünki tamamilə başqa bir ab-havadır, elə bir başqa bir dövrə düşürsən, düzdür, uçuş uzaqdır. Yəni biz 12 saat gedib 17 saata qayıtmışıq, təsəvvür edin. Və bu uçuşa rağmen, yəni mən ora təkrar gedərəm. Bilirsiniz necə bir ab-havadır? Adətən az təminatlı bir ölkədə olanda insanların üzündə bir hüzün olur, insanların bir yorulmuş, yıpranmış görüntüləri olur. Amma Kubalılar kasıbdılar, amma çox əyləncə insanlardılar. Xoşbəxtdilər. Yəni üzlərindən xoşbəxtlik yağır. Yəni Kubalının işi əylənməkdir. Yəni işləməyi heç sevmirlər. Hər bir Kubalının evində bir yellənən kreslosu var. Orada saatlarla otururlar. Həyatdan zövq alan xalqdır, belə başa düşdüm. Bəli, az təminatlı olsalar da, yəni bunu əziyyət çəkərək az təminatlı deyirlər. Yəni əylənərək, keyf eləyib qazanırlar. Keyf eləyib qazanmırlar. Qazanmırlar da, amma xoşbəxtlər nəticədə. Yəni o hallarından xoşbəxtlər. Mən onun Maldivdə görmüşdüm ki, əhali çox kasıb olsa da, amma hamısının üzü gülür, hamısının belə sənə necə xoşbəxt, yəni çox xoş davranırlar. Onu yəqin ki, sən Kubada görmüsən. İnanın, Kubada məsələn mağazalarda baxırsan heç bir ərzaq yoxdur. Bir dənə düyü dayanıb, bir dənə makaron dayanıb, amma fərqli çeşid kraskalar, malbert, yəni bunlar yeməyib, içməyib, şəkil çəkirlər belə deyim. Və yaxud da rəqs edirlər. Küçədə hər kəs rəqs edir. Hətta sizə bir şey danışım Kubadan. Burada kasalar deyilən bir yer var. Yəni dedim, kasa ev deməkdir. Və onların
belə bir otel tipləri var. Yəni kiminsə evində qalırsanmış kimi. Çox maraqlı bir Kuba ab-havasıdır. Yəni mütləq onu yaşamaq lazım. Mən yaşamadım. Bizə təklif etmişdilər ki, istəyirsiniz bir otelinizi kasada edək. Yerli xalq necə evlərini kiraya verir? Yox, yerli xalqla bərabər yaşayırsan. Yəni yerli xalqın özünün evində onunla bərabər yeməyini yeyirsən, səhər yeməyi hazırlayır. Bu gün onun masasında nədirsə sən də onu yeyirsən, belə deyim. Nə maraqlı təcrübə. Çox maraqlı təcrübədir və o evlər bizim Sovet evlərinə oxşuyur. Bir də sizə qeyd edeyim ki, Kubalılar çox təmizkardılar. Əslində məni bu qorxudan fikirləşdim ki, kiminsə evi təmiz olmaz, amma bu insanlar bütün günü yuyur, silir, yuyur, təmizləyir. Yəni hətta Kubanın belə bir məşhur şəkilləri var. Paltardan ipdən asılmış paltarlar. Yəni bunlar daima paltar yuyurlar, yerlərini yuyurlar, hər yerlərini təmiz saxlayır. Ona görə rahat gedib Kubalının evində, yəni o kasalarda qalmaq olar. Sən qalmadın deyəsən. Mən qalmadım. Mən sadəcə kasaları gəzdim, gördüm və peşman oldum ki, biz 5 ulduzlu otel seçdik, düşündük ki, Atlantik okeanın sahilində dincələk, yəni tamam bu wow bir ab-havadır, amma inanın ki, kasanı kaş ki yoxlayardım. O rəngli maşınlar, rəngli şəhər necə idi? Yəni biz videoda, şəkillərdə gördüyümüz kimi idi. Çox möhtəşəm. Bir şey mən bilmirəm, bu bəlkə mən aşırı romantikam. Bir şey qeyd edim ki, məsələn, Kubanın səması məni cəlb eləyirdi. Bilmirəm, məsələn, mən ərəb ölkələrini sevmirəm. Çünki səması tozludur. O dumanlı bir havası var. Amma Kubada, yəni buludlar, yəni çox yaxın idilər insanlara və inanın bilirsən, əlini atırsan, telefonla bir kadr çəkirsən, o kadr sadəcə böyüdüb bir ramkaya salacaq bir kadrdır. Heç əziyyət çəkməyə ehtiyac yox. Çünki buludların, ağacların və rəngli evlərin, o cür maşınların fonunda çox möhtəşəm bir portret alınır, belə deyim. Mənə həvəsləndirdin. Çox sevirəm Kubanı. Bir də maraqlı orada yaşadığım təcrübəni deyim. Yəni bunu düzdür, öncədən də oxumuşdum ki, belə bir şey var. Deməli bunlar axşamlar evlərini açırlar. Turistlər, kim istəyir yoldan keçən gələ bilər. Yəni axşamlar yəni musiqisini qoyur, bilmirəm, içkisini qoyur və yaxud da sadəcə o yerlənən kreslosunda əyləşir. Turistlər necə girirlər? Və qapını açır, deyir kamuda, yəni gəl. Mən də məsələn keçdim içəri, düzdür, çox istər-istəməz insan qorxur. Bir 5 dəqiqə görüşüb çıxdım. Amma yəni turistlər gedir onlarla bərabər əylənir, yəni onların evində. Tanımadığın insan. O təcrübəni yaşayırlar. Çox maraqlıdır. Bəli, ona görə o ab-havanı unutmuram heç vaxt. Suallardan davam edək. Sənin səyahətlərdə gözlənti və reallıq yaşadığın olubmu hər hansı ki gözləntinin üstündə olsun o səyahətin ya da ki altında, yəni gözləntindən daha pis çıxsın. Yəni belə bir şey olubmu, yaşamısanmı? Məsələn, Balidə cənnət qapıları bir wow görüntü kimi görünürsə də, məsələn, növbə gözlədiyi saatlarını mən Balini çox sevirəm ümumiyyətlə. Demirəm ki, Bali mənim gözləntilərimi qarşılamır. Amma məsələn, cənnət qapılarında saatlarla vaxt keçirdəndən sonra çox süni şəkildə o güzgü ilə alınmış bir mənzərəni görəndə həqiqətən heyfsləndim. Şəkillər hamısı fake şəkillərdir. Amma məsələn Santorini olubdu ki, məni həqiqətən ağladan mənzərə olubdu. Biz gecə çatmışdıq Santoriniyə. Sevincdən yəqin ki, danış. Mənzərənin gözəlliyindən. Gecə çatmışdıq və mən səhər ayılanda otaqdan çıxdım. Yəni ümumiyyətlə Santorinidə otellər otaq tiplidir. Yəni otağın dərhal çölə açılır. Yəni belə bildiyimiz bina tipidir. Bunqalo tipidir də, belə deyim. Və otaqdan çıxanda mən mənzərəni gördüm. O ağ binaları, kupolları mavi, dənizin rəngi möhtəşəm və o elə əyləşdim bir daşın üstündə. Başladım ağlamağa mənzərənin gözəlliyindən. Sevinc göz yaşları axıtmısan. Aynən. Yəni o vaxt 2014 falan olardı. Yəni o zaman biraz Instagram çox yox idi, yəni Facebook dövrü idi, belə deyim.
və hər şey bu qədər rahatlaşmamışdı. Məsələn, mən onu araşdırıb müəyyən qədər tapmışdım ki, mən necə bir şey gözləyir, necə bir mənzərə gözləyir. Və gedib görəndə ki, yəni eynən gördüyüm mənzərədir. Yəni o vaxtlar belə deyim, şəkillər çox editlənmirdi. Yəni Instagram bu gün bizi biraz yanlışa aparır. Yəni gözləntilərimizin altında olur getdiyimiz yerlər. Qəşəng şəkillərin altında reallıqlar yatırdı. Bəli. Yəni bu reallıqdan da həqiqətən reallıqdan da üstün idi, yəni. Özüm də yemək yeməyi sevən, fərqli yemələr dadan biri olaraq mənə maraqlıdır ki, sənin yediyin ən fərqli, ən qəribə yemək hansı olub indiyə qədər səyahətlərdə söhbət gedir? Yəqin ki, ən qəribəsi krokodil əti olar. Taylandda? Taylandda, bəli. Paylaşmışdım onu. Necə idi dadı? Akula üzgəcləri ola bilər. Aha. Akula üzgəcləri supunu yemişdim. Çox qeyri-adi idi. Belə qığırdaq kimi dadlı bir şey. Balıq dadı gəlirdi. Balıq dadı gəlir, hə, amma belə xiryaşdır da, yəni qığırdaqdır. Krokodil dadlı idi, toyuq əti dadı verirdi və Kəbabını orada yemişdin yoxsa? Kəbab şəklində, hə, çöp şiş, toyuq çöp şişi. Orada sosunu seçə bilirsən, istəyirsən barbekü sosu ilə, istəyirsən, yəni fərqli çili sosu. Yeyilə bilən bir yeməklərdir. Çox, yəni belə fərqli materialı yoxdur da, yəni dadı tam toyuq dadıdır və ət kimi, yəni bir belə fərqli bir məsələn ustritsa-ki var, bu oyster da, yəni məsələn o fərqli bir materialı var. Yəni hər kəs onu iyrənir belə deyim də üzr. Amma yəni krokodil əti normal bir ətdir, yəni. İlan qurbağa yeməmisən o ölkələrə? Qurbağa yemişəm. Qurbağa məsələn daha yumşaqdır, daha adamın bir belə fərqli bir hissiyatdır. Hətta sümükləri də var deyə sən onu yəni istərsiniz qurbağa olduğunu hiss edirsən. Amma krokodil elə deyil. Yəni krokodili sənə qusok tikə ətlər kimi verirlər deyə ümumiyyətlə heç hiss etmirsən ki, qeyri-adi bir şeydir. Amma səslənişi, hə, yəni krokodil əti yemisən də. Başqa o belə balaca cücülərdən? Onları yox, onları risk eləyə bilmərdim. Çinə deyəsən səfər etmişdin. Çində nə yemisən maraqlı bax. Çinin də biraz yeməkləri adamı elə deyil qorxudur. Əslində. Yox, Çində əslində elə deyil. Yəni Çində o əyalətlərindədir. Məsələn, çox qeyri-adi şeylər mən də eşitmişdim. Yəni o it əti falan. Yəni onlarla rastlaşmırsan. Bir də lapşalardır. Sonra ən çox Pekin ördəyi. Ördəyi məşhurdur. Hə, o məşhurdur. Çox ləzzətlidir həqiqətən. Dadına, çox gözəldir. Ağız dadımıza uyğun yeməklər yəni Çində tapmaq olur. Nigar, ümumiyyətlə səyahətdə ya burada şopoqoliksən, yəni alış-veriş falan necədir səndə o hisslər? Alış-verişi çox sevirəm, amma alış-verişdə də biraz ekonom olmağı sevirəm. Yəni necə? Yəni məsələn Azərbaycandan alış-veriş çox etmirəm. Adətən xarici səfərlərimdə mütləq bir günümü alış-verişə ayırıram və outletlərə gedirəm. Çünki hər ölkədə şəhərdə belə deyim, şəhər kənarında bir adətən 30-35 dəqiqə şəhərdən məsafədə outletlər olur. Yəni bu Avropada olduğu kimi Asiyada da var. Bəli və mən adətən onlardan çox gözəl, uyğun qiymətə çox yaxşı markaları ala bilirəm. Yəni brend geyinirsən, amma daha münasib qiymətə geyinirsən. Onlayn alış-verişdən qorxuram, açığım. Çünki bir şeyi yoxlamadan almağa risk eləmirəm. Hətta. Amma belə outletlərə mütləq gün ayırıram və mütləq şəkildə taksfiri alıram geri dönəndə də. O da yəni müəyyən bir məbləği geri qaytarmağa köməklik göstərir. Nigar, sonuncu səyahətin hansı ölkəyə olub? Oradan danış bizə biraz. Maldivə olub. Bu il hətta 2 dəfə Maldivdə olmuşam. Hətta. Bəli. Sonuncu dəfə Azərbaycan Hava Yollarının dəvəti ilə təkrar getdim və çox yadda qalan bir səyahət oldu. Çünki fərqli otellərdə gəzdim və otelləri müqayisə etmiş oldum gəzintim boyu. Həm seaplane-lə, bəli, seaplane-lə uçmamışdım. O təcrübə də çox maraqlı idi. Necə idi? Suyun üzərində, yəni o eniş, öyrəşdiyimiz o təyyarənin eniş xətti deyil də suyun üzərindən gəlməsi çox maraqlı idi. Ümumiyyətlə, Maldiv insanlar bizim ölkədə düşünürlər ki, yalnız balayı üçün istirahət yeridir və yaxud da couple istirahətidir. İllərlə belə bir şuuraltı yaranıb ki, Maldiv. Amma tam həm kollektivlə gediləcək, həm uşaqlarla gediləcək bir yerdir. Bir çox Maldiv otelində kids club var. Uşaqlar üçün yəni tam bu hava yaradılıbdır.
mən düşünürəm ki, yəni rahat ailə istirahəti üçün. Necə ki, pasiv istirahət üçün bizim xalq gedir Antalyanı, Bodrum, Misri seçir. Eynən elə Maldivə də yəni rahat ailə ilə getmək olur. Və yeməkləri də çox ləzzətlidir, sizə qeyd edim ki, bəli, mən ora yəni təkrar getdiyim üçün artıq tam əmin oldum. Birinci fikirləşmişdim ki, bizim birinci otel möhtəşəm idi yemək, amma yox, yəni bu Maldivlilər yeməyi bacarırlar. Yəni ağızlarına uyğun nə istəsən tapa bilərsən. Çox gözəl. Çox fərqli, yəni hazırlanır yeməkləri, ətləri də gözəl olur. Xəmirləri də məsələn bilmirəm, unları elə bil fərqlidir. Çox yumşaq hazırlanır xəmirləri. Bax Nigar, Maldivdən söhbət açmışkən mənə orada olan bir təcrübəm maraqlıdır ki, sən onu etdinmi? Sualtı hansı ki, o akulalarla bir yerdə oturub yemək yeyə biləcəyin restoran var idi. Mən məsələn orada olanda ora gedə bilmədim. Amma sən deyəsən getmisən. Bax mənə ondan danış. Akulalarla necə idi şam yeməyi? Dəniz altı restoran var idi bizim otellərdən birində. Və yemək yeyirsən, özü seafood restoranıdır, yəni balıq məhsulları yeyirsən və yanından həmin balıqlar keçirlər, akulalar keçirlər. Çox maraqlı idi. Yəni çox bəyəndim o təcrübəni. Qorxmadın orada oturub yemək yeyəndə? Əslində safe idi. Yəni sən tam restoranın içindəsən, təhlükə yoxdur, amma gəlib ki, yaxınlaşırlar, bir də riflərin arasındasan. Yəni fərqlidir. Biz adətən belə restoranlara gedirsən, yanında nə deyirlər ona? Yadımdan çıxdı. Akvarium. Hə, elə bilirsən ki, elə bir tam bir akvariumdasan. Yəni heç dəniz altı, okean altı təcrübə kimi gəlmir. Bəzən ayılırsan ki, akvarium deyil, bura okeanın altıdır. Çox maraqlı idi. Maldiv ümumiyyətlə gözləntilərdə deyirlər ki, çox bahalı ölkədir. Oranın daha ekonom versiya ilə gəzmək, səyahət etmək mümkündürmü ümumiyyətlə Maldivə? Ümumiyyətlə dünyanın hər yerinə ekonom səyahət mümkündür. Yəni Maldivdə də lokal adalar var. Yəni əhali ilə bərabər yaşayırsan, Maldiv sularında üzürsən, həmin o faunanı görürsən, həmin havanı udursan. Amma tam yəni lüks istirahət sayılmasa da bu bir Maldivdir yenə də. Düzdür, mən lokal adada olmamışam, amma gedənlərin təcrübəsindən, yəni əgər az büdcə ilə istirahət etmək istəyirsənsə, məncə yoxlamaq olar. Bəli. Yəni gedib görmək və gəzmək. Yəni Maldivin mənim üçün Maldiv beach villada qalıb o otağından, yatağından qalxıb suya, okeana bəli, o qaçmaqdır. Mənim üçün yəni Maldiv budur. Və yaxud da water villada qalıb yuxudan ayılırsan, sən düz gözünün önündə. Ümumiyyətlə water villalar ya sunrise ya sunset olur. Məsələn, mən sunrise-ı sevirəm. Yuxudan ayılanda ki, gözünün önündə günəşin qalxmağını yatağından izləyirsən. Məsələn, Maldiv mənim üçün budur. Amma yəni məncə əgər büdcədə ekonomiya etmək istəyirsinizsə, lokal adada qalmaqla da, yəni tam Maldiv olmasa da, o qumu görə bilirsən. Eynən. Yatağından görməsən də görə bilirsən. Nigar, ümumiyyətlə bilirəm ki, sən həm ailə ilə, həm də tək səyahət edirsən. Yoldaşın bu tək səyahətlərə necə baxır? Bax, bu sual mənə maraqlı olmasa bəlkə izləyicilərə maraqlı ola bilər. Ümumiyyətlə mən səyahətə 2008-ci ildən başlamışam. Və o vaxtdan elə uşaqlarımla səyahət eləmişəm. Əslində uşaqla səyahət çox yorucu bir istirahət növüdür. Yəni və uşaq da böyüyür və heç nəyi xatırlamır. Sadəcə əziyyət sənə qalır. Yəni bu da bir məndən sizə təcrübə məsləhət olsun. Və səyahət yəni hər zaman həyatımda olub. Amma son illər tək səyahətə başlamışam. Bu tək səyahətlər də o deyil ki, yəni mən qəlbi yoldaşıma deyirəm ki, bu gün mən filan yerə gedirəm, sağ ol, sən uşaqlara baxarsan. Yəni bu şəkildə mən planlamıram. Yəni adətən dəvətlər olur və belə dəvətlərə də yoldaşım etiraz etmir və bu onunla uyumlu olmağımızdan irəli gəlir ki, yəni öz
paranızı seçəndə, yarınızı seçəndə sizi anlayan insanla ailə həyatı qurmaq lazımdır, bəli. Ki, yəni həqiqətən bəli, mənim həyat məsələn yoldaşı mənə çox gələn o önəmlidir. təkliflərin o qarşısını almır ki, yox sən otur evdə, uşaqlarına bax, hara gedirsən. Əslində sağlam münasibət budur ki, bir-birini dəstəkləyəsən, bir-biri və yəni belə Eynən. Yəni mən tək səyahət etməyim, yəni bu mənim öz seçimim olaraq etmirəm ki, məsələn, bu gün mən filan ölkəyə gəlirəm, sən mənlə gəlirsən, gəl, gəlmirsən, gəlmirəm. Bu şəkildə bir təkliflə gəlmirəm. Sadəcə mənə gəlmiş təklifləri dəyərləndirməkdə həyat yoldaşım maneçilik törətmir və çox gözəl qarşılayır, çox həvəsləndirir. Ümumiyyətlə həyat yoldaşı insanı həmişə motivasiya verməlidir hər mövzuda. Bəli, hər mövzuda. Çünki sən həm özün də travel blogersən və travel bloger olaraq bir neçə reklam turları olsun, info turları olsun, onlara qoşulmalısan. Yəni bu artıq sənin bir işinin hissəsidir. Hər mövzudan danışdıq. Belə bir mövzuda da sual vermək istəyirəm ki, başına gələn hər hansı bir maraqlı hadisə, yadda qalan bir hadisən olubmu səyahətlərdə? Ki, çox olub məncə. Məsələn, onlardan ən yadda qalanını danışa bilərsən. Çox səyahətdə başıma istoriyalar gəlibdi. Hadisələr. Amma mənim maraqlısı məncə Bratislavada TikTok bizi polisə salıbdı. Təsəvvür edin. Deməli, marketdə bazarlıq edirik. Səyahətimizin son günüdür və hədiyyələr falan alırıq. Təxminən bir 100 evroluq biz bir alış-veriş etmişik. Balaca da bir marketdir. Yenə uşaqla səyahət edirik. Yəni bunu da qeyd edim. Və oğlum bir TikToku gətirib məndən soruşdu ki, mama ala bilərəm? Dedim, hə, alar, problem yoxdur. Gətirdi, atdı alacağımız şeylərin yanına. Və uşaqdır da, yəni anlamayıbdı ki, bu hələ kassaya vurulmayıbdı. Biz də aldıqlarımızı artıq kassada toplamışıq. Gəlib qoyandan sonra 1-2 dəqiqə sonra da gəlib götürübdü, qoyub cibinə ki, elə bilib almışıq artıq. Və kassadakı xanım sağ olsun, yəni bunu bizə səsli demir, heç bir söz demir, sadəcə polisə xəbər edir. Və biz marketdən əlimizdə alış-veriş paketləri ilə çıxırıq. Qarşımıza bir vəsiqə təqdim olunur. 2 polis bizi saxlatdırır ki, siz çıxa bilməzsiniz. Biz nə baş verib, siz oğurluq etmisiniz. Nə oğurluq eləmişik? Deyir ki, çekinizi göstərin. Çek də uzun bir çekdir, nə qədər məhsul alınıbdır. Deyir ki, burada TikTok'un yoxdur ödənişi. Belə baxırıq, nə danışırsınız da, yəni. Deyir ki, uşağın götürüb sənin TikTok'u. Oğlum qorxa-qorxa cibindən TikTok'u çıxardır ki, can bala. Bəs vurmamısınız? Deyirəm ki, yəni qarşılıqlıq olubdu, uşaqdır. Yəni buna görə polis çağırmaq, buna görə insan çox maraqlı təcrübə idi və bizə deyirlər ki, sizin bu mütləq protokollaşdırılmalıdır. Hətta bir TikToka görə. Bir TikToka görə mütləq protokol yazılmalıdır. İnanın ki, mən bizim uçuşumuz, Şengendən çıxışımız Avstriyadan idi, Viyanadan idi və mən o çıxana qədər həyəcan içində dedim, görəsən aeroportda bizə deport eləyəcəklər, nə baş verəcəkdi. Yəni protokollaşdırıldı. Qayıdıb o 50 senti ödədik. 1 manat. 1 manata görə. 1 manata görə bəli polisə düşdük. Vay. Bizdə məsələn səyahət eləmək istəyən, amma dil bariyeri, dil çətinliyi ilə rastlaşan insanlar var. Hansı ki, onlara nə məsləhət verə bilərsən? Ümumiyyətlə səyahətdən qorxmaq lazım deyil. Nə dil bariyerinə görə, nə büdcəyə görə. Yəni hər situasiyadan çıxmaq mümkündür. Bax, məsələn, biz Çinə səyahət edəndə Çinlilər ingilis dilini bilmirdilər. Və çox rahat şəkildə biz Google Translate-də yazdığımızı yazırdıq və altında heç Azərbaycanca yazırdıq, əziyyət çəkmirdik. Azərbaycanca yazırdıq və Çin tərcüməsini qoyurduq. Məsələn, uzadırsan ofisianta, mağazadakı işçiyə, o tərcümə edir, nə lazımdırsa ona. O da öz telefonunda tərcüməni edir və yaxud da sənin telefonunda cavabını verir və sən oxuyursan. Çox rahat şəkildə, yəni dil bariyeri olan insanlar səyahət edə bilərlər. İstənilən bir ölkədə artıq elə dövrə gəlib çatmışıq ki, İnternet devrində hər şey rahat. Bəli. Yəni məncə o bir bariyer deyil səyahət üçün. Risklərdən qorxmaq lazım deyil. Dünyanı gəzmək lazımdır. Nigar, səni çox yormayım. Gələk sonuncu sualıma. Növbəti, yəni il sonunda artıq növbəti və ilin sonuncu səyahətin hansı ölkəyədir, haradır ümumiyyətlə?
Artıq bilirsən ki, səyahətsiz mümkün deyil. Yəni mütləq var bu səyahət. Aha. Bəli, elə bir ölkəyə gedirəm ki, uzaqlara gedirəm. Ölkənin adını deməyəcəm. İpucuları ver, məncə izləyicilər tapsın. Amma dünyanın ən möhtəşəm yeni ilini görməyə gedirəm. Amma o mənzərəni görmək çox çətindir. O mənzərədə iştirak etmək çox ağırdır və hətta gecə saat 12-də olacaq sayımı izləmək üçün səhər saat 5-dən insanlar ora toplanır. Təsəvvür edin. Sizcə hansı ölkədir? Tapın. Bugünkü podkastın da sonuna gəldik. Nigar, gəldiyin üçün, dəvətimi qəbul etdiyin üçün çox sağ ol, çox təşəkkür edirəm. Çox sağ ol Arifə dəvətin üçün. Çox maraqlı layihədir və birinci qonaq kimi məni dəvət etdiyin üçünsə sənə dərin minnətdarlığımı bildirirəm.